Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün tortlarda, şirniyyatlarda istifadə edə biləcəyiniz və lap səhər yeməklərində də yeyə biləcəyiniz ləzzətli bir limondan püre hazırlayacağım. Yəni malmalat da deyə bilərik. Keçək bu ləzzətin hazırlanma qaydasına. Bizə əlbəttə ki, gözəl, təzə dərilmiş limonlar lazım olacaqdır. Limonu axar suyun altında təmiz suyu çıxana qədər yuyuram. Daha sonra qabığında olan acılığın çıxması üçün 24 saat soyuq suda bir gün saxlayıram. Belə etdikdə limonun qabığında olan acılıq suya çıxır. Ertəsi gün limonları suyun içərisindən çıxardıram. Limonları çox da nazik olmamaq şərti ilə belə doğrayıram. Bu limonlar da dünən mürəbbə bişirdiyim limondan qalan limonlar da, onları da atmıram, onları da istifadə edəcəyəm. Doğradığım limonları da bu limonların üzərinə yığıb, yəni dərin qaba yığıb, üzərinə çıxan qədər soyuq su əlavə edirəm və bir gündə belə soyuq suda saxlayıram. Belə edirəm ki, içərisində də olan bütün acılıq çıxsın. Əgər limonun suyuna baxsanız, görərsiniz ki, həqiqətən su acıdır. Çünki bir gündə bu vəziyyətdə doğradıqdan sonra belə saxlamışam. Artıq ertəsi gündür limonları sudan çıxardıram. Limonları sudan çıxardıb bu dərin bir qazanın içərisinə tökürəm. Çünki qaynadacağam. Limonları qazana tökərkən, əgər limonun içərisində dənə qalıbsa, mütləq onu çıxartmaq lazımdır. Çünki limonun dənəsi, yəni tumu acılıq verir. Bişirdiyimiz bu malmalata, yəni cem deyim, malmalat deyim, ona acılıq verə bilər. Ona görə də limonun tumlarını da çıxardıram və üzərinə su əlavə edirəm, soyuq su əlavə edirəm. Məndə burada 500 qram, yəni doğrayandan sonra çəkmişdim. 500 qram burada limon var, doğradığım limon. Onun üzərinə də 500 ml su tökürəm. 500 ml su tökürəm və qoyuram odun üzərinə qaynayır. Su tam qaynayıb, çəkilənə qədər, yəni bu limonlar əzilənə qədər qaynadıram. Yəni su təmiz çəkilib, çəkilməlidir. Tərkibində su qalmamalıdır. Suyunu lap da çox, mən biraz qurutdum, siz çox da qurutmayın suyunu. Biraz tez götürsəniz yaxşı olar. Hətta biraz xod verdiyimə görə qazanın biraz bu tərəfdən böyründən odu çox olduğu üçün biraz qızarıbdır. Siz biraz sulu götürün. Daha sonra şəkərini çəkirəm. Məndə yenə də qeyd edirəm 500 qram limon var idi. Ona görə də mən 600 qram da üzərinə 600 qram şəkər əlavə edəcəm. Qazanın içərisinə, başqa bir qazanın içərisinə əvvəlcə şəkər tozunu əlavə edirəm. Şəkər tozunun çəkisini bildikdən sonra, yəni çəkib tökdükdən sonra üzərinə su əlavə etməliyik. 500 qrama 2 stəkan su əlavə edirəm. Suyunu da əlavə edirəm şəkərin üzərinə və qoyuram odun üzərinə şirə hazırlayıram. Şirə əriyənə qədər, yəni qaynayana qədər qarışdırıram. Şirəmiz artıq hazırdır. Şirə belə köpüklənib qaynayanda kənarda qaynatdığım, yəni limonları tökürəm bu şirənin içərisinə. Şirədə də hardasa 5 dəqiqə bu şirədə limonları qaynadıram. İndi isə blenderla əzməliyik. Blenderi götürüb təmiz, yəni limonları tam əriyib, yəni tam əzilənə qədər qarışdırıram.
Limon əvvəlcədən qaynadığına görə daha tez əziləcəkdir. Çünki bayaq qaynatdığıma limon təmiz bişib əzilmişdi. Ona görə də blenderla əzmək bizə çətin olmayacaqdır. Təmiz püre halına gələnə qədər blenderla əzirik. Artıq burada hazırdır. Görürsünüz, təmiz əzmişəm. Püre halına gəlibdir. İndi isə çox qaynatmıram. Görürsünüz, belə şariklər əmələ gəlib, belə şəkildə olubsa, demək ki, bizim malmalatımız, bizim püremiz hazırdır. Odun üzərindən götürə bilərik. Baxın, göstərirəm, görürsünüz, belə şəkildə süzülürsə, demək ki, püremiz hazırdır. Püreni isti-isti bankalara yığmaq lazımdır. Əgər bankada saxlayacaqsınızsa, mütləq isti-isti yığın. Çünki bu limonda da özündən jeleləşmə olur. Yəni, tək limon olduğu üçün bu da biraz qalan kimi bərkiyir. Ona görə isti-isti, təmiz yuduğunuz, yuyub quruladığınız bankaya yığıb saxlamaq lazımdır. Bu da son, artıq mənim hazırladığım püre hazırdır. Qatlığına da, yəni tüflər demişkən kıvamına da baxa bilərsiniz. Bankanı əvvəlcədən yuyub qurulamışam. İsti-isti yığıram bankaya. Bunu əgər saxlayacamsa, tortlarda, şirniyyatlarda istifadə edəndə, istifadə etmək üçün bankaya yığıb soyuducuda saxlayıram. Limon, onu qeyd edim ki, qalanda özündən jeleləşir. Ona görə də bunu əgər şirniyyatlarda istifadə edəcəyiniz vaxt çıxardıb, azacıq odun üzərində isidib, daha sonra istifadə edəcəyiniz piroqun, şirniyyatın üzərinə çəkə bilərsiniz. Bu da qalanlarıdır, onu da yığıram. Səhər-səhər, yəni səhər yeməklərində çörəyin üzərinə çəkib yeyə bilərsiniz. Bir onu deyə bilərəm ki, çox ləzzətli, çox gözəl bir püre və yaxud da malmalat deyək, alındı. Bu isə səhər süfrələrində çörəyin üzərinə çəkib yeyə biləcəyiniz, yəni cemmi deyim, malmalatmı deyim, püremi deyim, necə adlandırmaq olarsa, bir onu deyə bilərəm ki, çox ləzzətli bir təamdır. Sizlər də mənim videomu sona qədər izləsəniz, məndən də gözəl belə bir püre malmalat hazırlaya biləcəksiniz. Sizlər də hazırlayın, dadın, öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. İndidən hazırlayıb dadan hər kəsə nuş olsun deyirəm.